Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Allahın salamı olsun hər birinizin üzərinə. Bugün bir vacib bir məsələ üzərində çəkiliş edəcəm. Ona görə ki, bu payız artıq ayıdır. Burada ən çox suallar nəyin üzərində qurulubdur? Biz hər zaman vurğuluruq ki, biz budadığımız bağlarda su, kübrə, peyin, dərmandan qəti istifadə eləmirik. Yəni, bir çox insanlarda belə bir sual yaranır ki, siz ümumiyyətcə nəyə görə istifadə eləmirsiniz? Ümumiyyətcə, necə? Dəyərli izləyicilər, bizim əsas məqsədimiz, bizim fokuslandığımız hədəf nədir? Bu dəqiqə 99% bağlarda, respublikada ən azından 20-25 butaq var ağaclarda. Ən az olan, özü də ki, budanması çox bərbad vəziyyətdə, heç bir təcrübəyə əsaslanmadan bərbad bir budama və insanlarda tamam yanlış bir formalaşan fikir. Nəysə, qısa konkret eləyəcəm, vaxtımız çox məhduddur, dəyərli izləyicilər, nə idi aslında? Bizim o saydığım məsələlərə nəyə görə üst tutmuruq, onlara ehtiyacımız nəyə görə olmur? Birincisi, budaq sayını düzgün tənzimləyirik, ən sağlam, keyfiyyətli, məhsuldar budaqları seçirik və həmən budaqlardan gələcəkdə 2 kilo, 2 kilo yarım, 3 kilo məhsul almaq imkanımız olacaq. Necə bu ağaclığı kimi? Bu ağacımızda 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə budağımız var. Kilo yarım 2 kilo alsaq 15-20 kilo məhsul eləyir. Və həmən bu formada da biz nə edirik? Su, kübrə, peyin, dərmandan vəbşi istifadə eləmirik və mən bunu əyani olaraq sizə göstərəcəm. Biz nə edirik, nə tər edirik və bunlara bizim ehtiyacımız olmur, dəyərli izləyicilər. İndi mən sizə deyəcəm. Baxın, bu ağacımız budanan, demək olar ki, bu bağımızda bizim vəziyyət çox acınacaqlı idi. Bu 200 ilin bağıdır, həyətdir. Mən burada çəkilişi ona görə eləyəm. Yenədən vaxtımız məhduddur. Əsas mövzu nədir? Su, kübrə, peyindən necə siz istifadə eləmirsiniz, nəyə görə istifadə eləmirsiniz? Dəyərli izləyicilər, peyin çox gözəl bir qidadır, torpaq üçün, bitki üçün. Ancaq mən sizə bir şey vurğulayım. Dünyada bütün məhsullar elədir. Nə qədər faydalıdırsa, o qədər də zərəri var. Necə zərəri var? Ondan siz tamamilə səhv istifadə eləsəniz, yanlış istifadə eləsəniz, tamamilə parçalayır torpağı, bitkini. Adi bir misal çəkeyim. Bildiyiniz kimi, şokolad çox gözəl qidadır orqanizm üçün. Ancaq biz çox deyək ki, şokoladdan istifadə eləsək, düzgün istifadə eləməsək, ümumiyyətcə orqanizmdə nə baş verir? Fəsadlara səbəb olur, orqanlarımızın hətta sıradan çıxmasına yüksək şəkər, yüksək təzyiq, ümumiyyətcə maddələrin barəsində pozulmasına səbəb olur. Eləcə də, əgər peyin nə qədər torpaq üçün yaxşı faydalı bir qidadırsa, o qədər də təhlükəli, düzgün istifadə olunmayanda o qədər, yenə də deyəm, bitkini sıradan çıxaracaq bir maddədir. Eləcə də su, yenə də Nizami Gəncəminin deyəcəm sizə, inci saflığı olsa da suda deyir, çox işlərində dərd verir o da. Eyni bugün bizim respublikada bağlarımızda həmən o baş verir. Lim su, elə buraxılıb qalan su, qışda sulamanın qəti əleyhinə tamamilə səhv bir təcrübədir. Kim suluyursa özü bilər, nə istəyirəsin. Ümumiyyətcə bağları çürütmüsünüz. Artıq tamamilə sıradan çıxartmışsınız və bu tendensiya davam edir. İnatkarlıq, təkəbbür, insandakı bir dirəniş. Özünüz bilərsiniz, heç bir suvarma, kübrə, su peyindən istifadə eləmiş və belə bir gözəl nəticə əldə eləmişik. Artıq burada yüksək bir, gördüyünüz kimi gözəl bir ağacımız var. Hər tərəfə budağım. Mən burada sizə nəyə göstərəcəm? Əsas bildirmək istədiyim nədir? Mən burada həm söhbət elə bir iş aparacağım. Siz baxın, burada nə baş verir? Dəyərli izləyicilər. Hər kəs vurğuluyur ki, yəni bu dəqiqə eşidirəm ki, bağlarda nitroamosovka verilir, göydaş vurulur. Ümumiyyətcə fındıq bizdən göydaş istəmir. Hansı mütəxəssis istəyi olsun, gəlsin. Mən ona sübut edeyim ki, 5 illik bağlarımız var, işlədiyimiz heç bir göydaşdan, heç bir dərmandan istifadə etmədən çox gözəl, keyfiyyətli məhsul əldə edirik. Bugün insanlara deyir, nitroamosovka verməlisiniz, nə bilim, kalyum verməlisiniz, nə bilim, nə verməlisiniz. İndi mən sizə əyani olaraq sübut edəcəm ki, mən onun nəyə görə əleyhinəyəm? Çünki bizim bağlarımızda insanın başı ağrıysa, ona revmatizmə qarşı müalicə aparılmamalıdır. Və yaxud da insanın revmatizması varsa, ona baş ağrı bağlı şey aparılmamalıdır. Bugün bizdə belədir. Bağlarımızda çox əsaslı budamaya ehtiyac var. Bağlarımız bərbad gündədir. İnsan buduyur, tamamilə səhv ağacları, budaqları kəsir. Orada nə gəldi eləyir, sonra da bizə şəkil atır ki, mən sizə oxşatmışam. Dəyərli izləyicilər, həmən adamlara üzümə deyirəm ki, siz biz görən işin heç %1'ini də eləmədik. Çünki baxıram ki, şəkildə insan nə elədiyini heç özü də bilmir. Səhv elədiyini də boynuna almaq istəmir. Bizlə mübahisə eləyir, birləşir ki, yox, mən belə elədim, elə elədim. Hansı nəticə əldə olunur? Heç bir nəticə əldə olunur.
Dəlizə, yenə deyirəm, hər kəsi dəvət edirəm Respublikada. Daşlıq ərazidə də budama aparmışıq. İndi bəzi adamlar deyir ki, siz budaq sayını azaltdınız. Bu, ümumiyyətcə, məntiqə heç bir sığmır, heç bir məntiqi açıqlaması yoxdur. Necə yəni, budaq sayı az olanda mı, su ehtiyacı çox olan bitkinin budaq sayı çox olanda mı? Bir düşünün, oturun, ataların sözü var, papağınızı qabağınıza qoyun, bir fikirləşin. Heç olmasa belə, necə deyim, dünya ölkələrinin bizə güldürəcək fikirlər söyləməyin. Budaq sayını daşlıq ərazilərdə azaldaraq çox gözəl, özü də ki, yenə də deyirəm, hər dəfə vurğulayıram, bir çox Respublikada mütəxəssis adı altında fəaliyyət göstərən insanlar var, şəxslər var, heç bir fındıqdan anlayışı yoxdur. Fındığın dibini neyini? Kərkilətir. Fındığın dibini bellətir. Ay mütəxəssis, fındığın dibi bellənməz. Fındığın köklərinin son nöqtələri, budaqların son nöqtələri, nəinki fındığın, ümumiyyətlə bütün bitkilərdə budaqların son nöqtələri torpağın işlənirlər. Fındıqda ümumiyyətcə, çünki fındıq bizə daim yanlardan, kol bitkisi nədir? Budaqlaması torpağın səthindən başlayan. Yenə də deyirəm, papağın qabağına qoy, bir fikirləş, insana nə məsləhət versən, fındığın dibi kərkilənməz, fındığın dibi bellənməz, fındığın dibinə peyin tökülməz, kübrə tökülməz, limlim sulanmaz. İstəyirsə hərsi bir qulluq. Fındıq kökündən metrə yarım 2 metr aralı nəsə bir tətbiq edə bilərsən. Onu da cüzi miqdarda, adi amorfoz gübrəsi 1 kvadrata 18 qramdır. Vedrənin içində dünyada yeganə ölkəyik. Bir Türkiyədə onun şahidi oluruq, bir də Azərbaycanda. Əlində vedrə, kristal olunda kübrə, kilolarla ağacın dibinə. Bugün bağlarımızın inansızmı, biz bu illəri əksər bağları budama üçün götürmədik, çünki bağ çürüyüb. Bağ sıradan çıxıb, heç nə eləmək mümkün deyil. Birincisi, birinci başda gəlir yanlış budama. Tamamilə yanlış ha. Kəsilməyəsi budaqlar kəsilibdir. Kəsləsi budaqlar orada durur. Hələ də nə məqsədə qulluq edir. Özü-özünə adam zorla açıqlama verir. Və yenə də deyirəm, nəyə gəlmək istəyirəm. Əsas söhbətimizin məqsədi nə idi? Siz nəyə görə su kübrə peyindən istifadə eləmirsiniz? İndi onu əyani olaraq sübut eləmək üçün hansı ki o inadkar adamlara ki mütləq olmalıdır, mütləq heç nə olmamalıdır, mütləq onu siz eləyirsiniz. Özünüz üçün eləyə bilərsiniz. Mən sizə indi o şübhəli adamlara, hansı ki qalır ortada ki, onlar mənə dedilər ki, sən bunu eləməsən, sənin problemlərin olacaqdır. Problem onların bağında var artıq. Ataların bir sözü var, cəhənnəmə gedən deyə özünə yoldaş axtarar. Onlar özlərinə yoldaş axtarırlar. Çünki bağları çürüyüb. O proses də davam eləyir. Yenə insan inatkarlıq eləyir, tərəddüd eləyir. Bilsən, bəzən də bir balaca yaxşı insanlarda nə var? Qabul eləmək istəmir ki, bu özündən yaxşı az olan mənə daha faydalı bir məsləhət verir. Burada qabul eləməsi heç bir şey yoxdur. Ona ki, bugünkü əksər həkimlərimiz və yaxud hər hansı bir sahədəki mütəxəssislərimizin əksəriyyəti cavan, gənc mütəxəssislərdir. Yəni, bu düzdür, hamısına aid deyil. Hansı ki, başarılı, bilikli, təcrübəli mütəxəssislərimiz var. O deməkdir ki, mütləq yaxşı insan olmalıdır filan sahədə. Bunu həzm elə bilmir. Bu tərəddüd də, bu təsliq də onun bağında tamamilə fəsadlara səbəb olur, dəyərli izləyicilər. İndi mən sizə inşallah bunun əyani sübutunu göstərəcəm. Bu nə baş verir, necə olur? Siz bunun İbrahim, yavaş-yavaş gəl ortasında bir dənə ağacın ortadakı boşluğu. Baxın, dəyərli izləyicilər, bura vaxt var idi, bura uşağıma gəlirdi. Mərhələli şəkildə 4 il, 5 il ərzində biz bunu yavaş-yavaş ortanı itirdik. Düz, birdən-birə mümkün deyil, onun üçün orada köklər var, yan budaqların kökləri var. Mən bunları niyə görə kəsirəm? Bunlarda hal-hazırda bizim ehtiyacımız artıq yoxdur, çünki budaqlar çox gözəl tajlanıb, gördüyünüz kimi burada meyvə gözləri var, onu da göstərəcəm sizə. Burada 4 il ərzində intensiv şəkildə pöhrən alımı aparılıb. Ancaq bu il pöhrən alımı yaz öncəsi aparılıb. Payız artıq demək olar ki, iyul ayından sonra
pöhrən alma aparılmayıb. Siz təsəvvür edin ki, iyul, avqust, sentyabr, oktyabr, noyabr. 5 ay, yaxı indi bitir. 5 ay ərzində bu ağacın bizə verdiyi pöhrən. Yəni, hansı ki, bu pöhrənlər bizə lazım deyildi. Biz bunu vaxtında alsaydıq, indi onu da deyəcəkdim, nə qazanırdıq, nə yenirdik. Onu da sizə indi əyəndə olaraq vurğulayacağım dəyərli izləyicilər. Baxın bura, çox gözəl açdıq. Orta açıldı, artıq tamamilə güləşlənmə var. Yağan yağışın gözəlcə ağacın alması üçün imkan var. Və buradakı meyvə gözlərinin, budağın həm üzün, həm aslarının artıq meyvə gətirməsi üçün, məhsul gətirməsi üçün imkan, şərait var. Baxın dəyərli izləyicilər, indi bir balaca yaxına gəlsin. İbrahim, baxın dəyərli izləyicilər, görürsünüzmü? Biz həmişə çəkilişimizi təbii qardaş nə eləyirik? Bu demək olar ki, bir həftə ərzində bir araya gələ bilməmiş, ona bir müxtəlif problemlər olur. Özümüzün şəxsi işlərinə bağlı. Bugün mən İbrahimə müraciət elədim. Baxın dəyərli izləyicilər, görürsünüz meyvə gözlərini. Bu hamısı, baxın hardan başlayır. Baxın, bu hardan meyvə gözləri başlayır. Mən ortanı ona görə açdım ki, tamamilə günəşlənmə, havalanma gözəl geçsin. Bunun hər tərəfində, baxın, hər yerində, dəyərli izləyicilər, nə var? Artıq meyvə gözləri var. Bunlar hamısı meyvə gətirən gözlərdir. Nəyə görə bu baş verdi? Biz buranın günəşlənməsini, gözəl işıqlanmasını, havalanmasını təmin elədik ki, ağac üçün bir şərait yaradıq, budaqlar üçün ki, neynəsin? Bizə hər tərəfi meyvə versin. Yoxsa burada 25 butağı yerləşdirir bir belə güldan şəklində. Bu 25 butaqdan da bəli, o sənin suya, hər bir şeyə ehtiyacın olacaq. Yenə də deyirəm, peyinlə ehtiyatlı davranın. Peyin sizin dediyiniz o qədər zarafat edəcək bir məhsul deyil. O peyin sayəsində, bu dəqiqə sayəsində 95% bağlar fəsad içindədir, ölkədə çürümə üzrədir. Eləcə də kübrədən. Kübrə də dəyərli izləyicilər, mən hər zaman vurğulayıram, antibiotikdir. Biz antibiotiklər yanlış istifadə nəticəsində ümumi orqanizmimizi sıradan çıxara bilərik. Çox təhlükəli bir maddədir və bağlarımızı bu gübrədən səhv istifadə nəticəsində tamamilə ortadan çıxartmışıq. Hər hansı bir gübrəni tətbiq edirsinizsə ağacdan metrə yarım 2 metr aralı torpağa qatmaq şərti ilə, əgər torpağa qatmadığınız gübrə olsun, peyin olsun, tamamilə yanlış, səhv bir davranışdır. İstənilən şəxslər gəlsin, əyani olaraq, əyani yanımda hər bir formada izah edə bilərəm onu. İndi dəlizələ, baxın burada nə var? Baxın burada nə var? 5 ay ərzində alınmayan pöhrən. Baxın, 5 ay ərzində almadığımız pöhrən düz burada 15 kilo yük olar. Bəlkə hələ çox olar. Bəlkə də 20 kilo olar. Baxın bura. İndi mən nə edim məsələn? 20 kilo pöhrən 12 ton su deməkdir. Bitki. Baxın bura. Baxın. Burada deyək ki, indi 1 kilo olmaz. Məsəl üçün 1 kilo nə yetişdirmək üçün, pöhrən yetişdirmək üçün 600 litre su istifadə edir. Burada 20 kilo varsa 12 ton suyu bitki neynədir? Boş yerə bunu yetişdirməyə. Hansı bunun bizə heç bir xeyri faydası yoxdur, əksinə. Biz bunu mütləq almalıydıq. Ala bilmədik. Yəni səbəblərdən nə demək istəyirəm? 12 kilo da fosfor getdi burada, torpaqdan, bitkidən. Yəni bu nədir? Fosfordur. Burada da bir 3 kilo yarpaq var idisə, 3 kilo da azot itirdik. Dəyərli izləyicilər, pöhrənə ciddi nəzarət edin. Budaq sayını tənzimləyin. Bu budaq sayı o deməkdə görə plan qədər olmalıdır filan. Budaq sayı deyən bir şey yoxdur. Kim deyirsə yanlış deyir. Ümumi bizim barəmizdə hər hansı bir fikir söyləyirsə öz beynində formalaşdırıb. Tamamilə səfeh adam deyərəm mən ona. Bizim çalışdığımız nə qədər mümkün budaq sayı saxlayırıq. Əgər biz bu ağaclarımızı gənc yaşından idarə eləmiş olsaq, daha da çevrəsini böyük edərək, əsl kol bitkisi kimi budaqlanmasını torpağın səthindən təşkil edərək, daha da çox sayda budaq əldə edə bilərik və nə edərik? Daha da keyfiyyətli, yəni suya, qurağa dözümlü, onu ki torpaqdan sərbəst şəkildə yetişir. Və dəyərli izləyicilər, bugün əlimizə keçən məsəl üçün 100 ilin, 200 ilin bağlarında da çalışırıq nəsə eləmək, amma bəzilərində mümkün olmur. Yəni burada eləmişik 4 il, 5 il ərzində. Yəni nə idi müasirəm? Görürsünüz, bax, bizim bu qədər pöhrəni vaxtında almış olsaydıq, bizim 12 ton su, oldu mu? 12 kilo fosfor, 3 kilodan azota qənaət eləmiş olardıq. Hələ mən başqa da xırda elementləri orada aradakı saymıram. Buna görə dəyərli izləyicilər, bizim dediyimiz, bildirdiyimiz nədir? Biz 10 ilə yaxın apardığımız təcrübəyə əsaslanaraq hər bir sözümüzü, hərfimizi bildiririk. Şübhəsi olan hər kəsi dəvət edirəm, əyani olaraq gəlsin bizlə gəzək, əyani daşlıq ərazidə, quraq ərazidə, sucuq ərazidə nə elədik, necə elədik? Yenə deyirəm, kim şübhə eləyir özü bilər, tərəddüd edir özü bilər. Arxadan mənasız, səfeh danışır, o onun səviyyəsinin aşağı düşük olduğunu göstərir. İşimiz, yəni sözümüz işimizdə sizlərlə hər zaman bölüşməyə hazırıq dəyərli izləyicilər. Çalışın bağınızda
budaq sayını düzgün tənzimləyin. Ona hər budağa bir ağac kimi imkan, şərait yaratın ki, ağac özünə gəlsin. Ağac məhsul vermək üçün bir şərait yaransın. Dərəcədə 20-25 putaq olmalıdır deyə bir şey yoxdur. Onu insan özündən uydurub, mütəxəssis kimi gətirir agronomu, heç bir fındıqda anlayış olmayan bağına. O da nə etməlidir? Ondan bir də pul qoparmaq üçün, bir də qanarar qoparmaq üçün orada nə gəldi danışır. Fal salır da, el dilində isə fal salır. Amma heç bir əsası yoxdur. Dərəcədə elə bir şey yoxdur. Lazımsa 25 butaq. Əgər bizim budaq ağacımızın çevrəsi böyükdürsə, bir 5 kvadratdırsa, 25 butaq saxlama olar. Siz bir fikirləşin ki, heç bir vaxt siz 5 dənə alma ağacını bir yerə əkərsiniz. Deyəcəksiniz, yox, elə şey mümkün deyil. Yaxşı, bunu baxın qalınlığına dəyərli izləyicilər. Baxın, nə qalınlıqda budaqlar yetişdirilmiş artıq. Bu ağacımız bizə düzgün artıq gələcəkdə 15 kiloluk rahatlıqca verəcək. Gələcəkdə 20 də ola bilər, 25 kilo da ola bilər. Belə dəyərli izləyicilər, buna görə biz bildiririk ki, su gübrə peyindən çox az, yəni ümumiyyətcə imtina edirik. Çox ehtiyatla davranın, çalışın, budadınızsa pöhrəni nəzarət edin. Ayda bir dəfə bağınıza gedin. Əks təqdirdə boş, cəfəng, səfeh söhbətlərlə yəni özünüzü aldatmayın. Belə. Çox sağ olun, var olun.